Hər vaxtınız xeyir olsun dostlar. 13 apreldə 9-cu sinifin buraxılış imtahanında istifadə olunmuş qrammatika suallarına baxaq. 27-ci sualda yazılıb ki, bağlayıcı və ədat işlənmiş sıranı müəyyən edin. Burada A variantında nə, nə də. Bir də əlbəttə nə də inkar bağlayıcısı, əlbəttə isə modal sözdür. Ona görə A variantı çıxırıq. Sonra B variantında gah bölüşdürmə bağlayıcısı, ötürü qoşmadır. Onda çıxırıq. C variantında bəs sual ədatı, daha qüvvətləndirici ədatdır. Onda çıxdıq. D variantında məgər sual ədatı məhz dəqiqləşdirici ədatdır. D-ni də çıxırıq. Testimizin cavabı o cümlədəndir. O cümlədən bağlayıcıdır, iştirak bağlayıcısıdır, kaş da arzu ədatıdır. 28-ci sualda həmcins mübtədalı cümləni müəyyənləşdirin. Sintaktik təhlilə aid olan bir sualdır. Həmcins mübtədanı tapmalıyıq. Həm də həmcins sözlər mövzusuna aiddir. Burada cavabı əslində göstəriblər. Böyük də, kiçik də meydana axışırdı. Burada axışırdı xəbər. 2 xətt çəkirik. Kim böyük, kim kiçik. D iştirak bağlayıcısıdır, meydana da yer zərfliyidir. Amma A variantında daşlı kəsəkli səhrada böyük şəhər salınmışdı. Salınmışdı xəbər, nə salınmışdı? Şəhər. Ona görə şəhər burada bir mübtədadır, salınmışdı xəbərdir. Dünəndən nə yatır, nə dincəlir. Nə yatır, nə dincəlirdi. Demək, burada heç mübtədanı istifadə eləməyiblər. Üçüncü şəxsin təki ilə ifadə olunub. Şəxs əvəzliyi ilə ifadə oluna bilər. Şəxs adı artıra bilərik. Məsələn, deyərik ki, Həsən dünəndən nə yatır, nə dincəlirdi. O dünəndən nə yatır, nə dincəlirdi. Həmcins mübtədadan söhbət gedə bilməz. D variantında zəngin vurulduğunu və müəllimin gəldiyini indi bildi. Kim o? Nə etdi, bildi, nəyi bildi? Müəllimin gəldiyini, zəngin vurulduğunu, həmcins tamamlıqlar işlənib. D variantı da ola bilməz. E variantında səhər açılar-açılmaz bağçanı və həyəti səliqəyə saldı. Burada da yenə də mübtəda heç istifadə olunmayıb. Bağçanı və həyəti burada tamamlıqdır. Haranın sualına cavab verir. Ona görə cavab olacaq C variantı. Yuxarıda qeyd olunduğu kimi. Demək, nümunələr əsasında uyğunluğu müəyyən edin. 29-cu suala baxın. Burada uyğunlaşdırma testidir. 2 cümlə görürsünüz. Mən gələndə yağış yağırdı. Mən gələndə mağazadan kitab aldım. Demək, A variantında yazılıb ki, zərfliyin mənaca 2 növü işlənib. Bəli, bu 2-yə uyğun olacaq. Çünki nə etdim, aldım, kim, mən, nəyi aldım, kitabı aldım, kitab aldım, nə aldım, harada, mağazadan, nə vaxt gələndə. Burada gələndə zaman zərfliyi, mağazadan yer zərfliyidir. 2-yə uyğun olacaq A variantı. Sonra mübtəda isimlə ifadə olunub. Nə edirdi? Yağırdı, nə yağırdı? Yağış. Yağış isimli. Sonra ikinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdir. Bu da yenə də 1-ə uyğun olacaq. B variantıdır, sonra C variantıdır. Qələm yaxşı yazılır. C variantıdır. Burada ikinci dərəcəli üzvlərdən mən gələndə zaman zərfliyi işlənib, fe'li bağlama tərkibi ilə ifadə olunub. Əmr cümləsidir, əmr cümləsindən söhbət gedə bilməz. Aldım, bir də yağırdı, ikisi də fe'lin xəbər şəkli ilə ifadə olunub. Yağırdı indiki zamandadır, aldım keçmiş zamandadır. İlk söz cümlədə kim sualına cavab verir. Bu da yenə də ikinciyə aid olacaq. Mən aldım, kim? Mən. Burada da E variantı. Demək, testin cavabı olacaq D variantı. Uyğunluğu müəyyənləşdirməliyik 30-cu sualda. Burada fe'li bağlama hərəkətinin tərzini bildirir, fe'li bağlama hərəkətinin zamanını bildirir. Burada fe'li bağlama hərəkətinin səbəbini, tərzini, zamanını bildirər. Düşmən qorxub geri çəkildi, səbəbdir. Ona görə A variantını çıxırıq. Elə bir variant axtaracağıq ki, A variantı orada olmasın. Demək, avtomatik B, D variantının üstündən xətt çəkirik.
Bunlar lazım deyil. Bunlarda çünki A variantı var. Əsmər xala pəncərəyə yaxınlaşanda nə zaman? Burada fiili bağlama hərəkətin zamanını bildirir. B variantı qeyd olunub. Uşaq ayağını yerə dirəyib ayaq üstə durmaq istədi. Bu da tərz bildirir. Birinciyə C yazacağıq. Sonra ana içəri keçər keçməz telefon zəng çaldı. Telefon nə vaxt zəng çaldı? Ana içəri keçər keçməz. Burada da yenə də D variantı, B, D variantı. İkiyə uyğun gələcək. O əllərini qoynuna qoyub bir kənarda dayanmışdı. Nə tərzdə dayanmışdı? Əllərini qoynuna qoyub. Burada elə olacaq. Yenə də C variantı. Bir balaca boyu var, amma dam dolusu toyu var. D variantı. Sonra düzəltmə sözləri müəyyən eləməliyik. Diləməkdən dilək. Biri götürürük. Kələk sözü kəldən kələk olmaz. İkini çıxırıq. Oymaqdan oyaq olmaz. Onu da çıxırıq. Dayamaqdan dayaq olar. Ona görə 4'ü götürürük. 1-4. 1-4 B variantındadır. Bir də bəzəməkdən bəzək. 6. Belə göstərəcəyik. Dayamaqdan dayaq, diləməkdən dilək. Diləyi tərkibinə görə düz bölmədim, üzrə sayın. 33'də hansı cümlədə adi azaltma və çoxaltma dərəcəli sifətlər işlənib? Demək burada zəncirlər qaramtıl dəmirlə bərk edilmişdir. Qaramtıl burada azaltmadır. Qablar tərtəmiz ağ süfrəyə düzülmüşdür. Burada tərtəmiz çoxaltma ağ, adi azaltma yoxdur. Sonra testin cavabı C variantı olacaq. Ağ, sarımtıl və tünd qırmızı çiçəklər göz oxşayırdı. Ağ, sadə, adi, sarımtıl azaltma, tünd qırmızı çoxaltma dərəcəsinə görə testin cavabı C variantı olacaq. Demək, növbəti sualımızı görə bilmirik. Demək, nöqtələrin yerinə hansında G hərfi yazılmalıdır? Olacaq qışlaqda. B variantı. Hansı sözdə nöqtələrin yerinə G hərfi yazılmalıdır? Olacaq qışlaqda. B variantı. Sonra keçdik 35-ci suala. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Qeyri-müəyyən şəxsli cümlənin xəbəri üçüncü şəxsin cəmində olur. Deyəsən tip məntəqəsində işləyir. Kim işləyir, o işləyir. Müəyyən şəxsli cümlə bu ola bilməz. Onu nahaq yerə gözdən salıblar. Kim gözdən salıb bilmirik. Cavab B variantıdır. Yazılmayan kitabı vərəqləməzlər. Ümumi şəxsli cümlədə ola bilməz. Rüstəmin ona acığı tutmuşdu. Şəxssiz cümlədir. Rüstəmin acığı ismi birləşmə, acığı tutmaqda frazeoloji birləşmə, parçalamaq olmur. Qızılqayadan ötəndə günorta idi. Bu da şəxssiz cümlə idi. Günorta idi nə vaxt Qızılqayadan ötəndə. Bu ola bilməz. Testimizin cavabı B variantı. 36'da hansı cümlədə mübtəda feili sifət tərkibi ilə ifadə olunub? Bu rəsmləri çəkən mənim böyük əmimdir. Testimizin cavabı elə A variantı olacaq. Demək, burada mənim böyük əmim ismi birləşmədir, xəbər. Kim? Bu rəsmləri çəkən. Da olacaq mübtəda. Digər variantlara da baxa bilərik istəsəniz. Danışmaq və bu məsələdə ancaq danışanlar bu məsələdə ancaq Cavidi günahkar bilirdilər. Kim danışanlar feili sifətlə ifadə olunub, tərkib deyil. Gələnləri qarşılamaq, onları yerbəyer etmək uzun çəkdi. Nə uzun çəkdi? Gələnləri qarşılamaq, məsələ tərkibi. Bu söz söhbəti yayanları sədr cəzalandırmışdı. Burada sədr mübtəda cəzalandırmışdı xəbər. Buna görə bu da ola bilməz. Yaylağa çıxanda bu dar cığırlardan keçib gedirdilər. Kim? Bilmirik kim. Mübtəda yoxdur.
Ona görə testimizin cavabı olacaq elə A variantı.